Biz hazırda 5 yaşlı Bünyamin Göyçəyevin evindəyik. Onun sizin dəstəyinizə ehtiyac var. Bünyamin təcili şəkildə Türkiyədə əməliyyat olunmalıdır. Bunun üçün isə 60 min dollara ehtiyac var. Salam olsun hörmətli xalqıma. Xahiş eləyirəm, qurban olum, ağrınız alayım, dərdiniz alayım, balama kömək eləyin, balamın balasına. Bugünkü günü Türkiyədə balinsadadır, problemləri çoxdur. Tanrım benim, vallahi tanrım benim, qurban olum, ağrınız alayım, üzüm ayağınızın altına. Yalvarıram, kömək eləyin, ağrınız alayım. Balalarınıza qurban olum, xalqıma qurban olum, kömək eləyin. Şəsə yenə zəng gəldi, vallahi pisdir, halı pisləşibdir. 5 yaşlı Bünyamin Göyçəyev doğulduğu gündən ciddi qaraciyər yetməzliyi ilə mübarizə aparır. Hazırda o Türkiyədə müalicə alır və həkimlərin qərarına əsasən təcili qaraciyər köçürülməsinə ehtiyac var. Əməliyyatın dəyəri 60 min dollardır. Təəssüf ki, ailənin bu məbləği ödəmək imkanı yoxdur və bu səbəbdən xeyirxah insanların dəstəyinə ehtiyac var. Dəstək olmaq istəyənlər vəsaiti ekranda qeyd olunan hesab nömrələrinə köçürə bilərlər. Gəlin birlikdə bir uşağın həyatına ümid olaq və Bünyaminə yaşamaq şansı verək.